Hər birinizi salamlayıram əziz şagirdlər. Həm öz şagirdlərim, həm də imtahana gedən digər yüzlərlə şagirdlər üçün son bir sınaq videosu çəkmək istədim. Bu videoda sizin üçün həm dinləmə, həm mətin, həm reading, həm short tekstləri, qrammatikada işləyərkən nələrə diqqət etməlisiniz, onlara qısaca toxunacağam. Əvvəlcə videonu dayandırırsınız, WhatsApp kanalımıza daxil olub bu sınağı işləyirsiniz. Orada həm dinləməni link şəklində yerləşdirəcəm, həm də bu testləri yerləşdirəcəm. Mütləq oradan işləyirsiniz. Əgər WhatsApp kanalımıza abunə deyilsinizsə, rəy bölməsində sizin üçün keçidi sancaqlayacağam. Mütləq o keçiddən istifadə edərək kanalımıza qoşulun və bu sınağı işləyin. Sonra isə yenidən qayıdın və bu sınağın izahına baxın və demək olar ki, imtahana tam hazır vəziyyətdə gedəcəksiniz. İndi isə gəlin izahlarımıza baxaq. Əvvəlcə qeyd edim ki, bu test 2025-ci il 27 apreldə keçirilmiş 9-cu siniflər üçün olan sınaq imtahanı, daha doğrusu buraxılış imtahanındandır. Və düşünürəm ki, imtahan o qədər də çətin deyil və düşünürəm ki, sizə də o qədər çətin düşməyəcək. Çünki 9-cu siniflər həm biraz mövzular özünüz bildiniz ki, 9-cu sinif toplusu yeniləndi deyə mövzular azaldı və əgər hazırlığa da getmisinizsə düşünürəm ki, hər şeyin öhdəsindən gələ bilərsiniz. Dinləməyə keçək əvvəlcə. Dinləməni mütləq əgər kanalda qoşulub yazdıqsa, indi birbaşa sizin üçün cavabları deyəcəm. İmtahanda əvvəlcə dinləməni o 2 dəqiqə müddətində çox səmərəli istifadə edirsiniz və dinləməni çox diqqətli oxuyursunuz. Əgər dinləmə taktika videomuza baxmamısınızsa, mütləq onu da izləyə bilərsiniz. Birinci testdə cavab D olmalıydı. İkinci testdə cavab A olmalıydı. 3-də cavab Y və 4-də isə A, B, A və B olmalıydı cavablar. İnşallah ki, dinləməni yazmaqda probleminiz yoxdur. Əgər probleminiz varsa, bir daha qeyd edirəm ki, mütləq kanalımızdakı videonu izləyin. Dinləmə imtahanda 2 dəfə qoyulur. Əvvəlcə də 2 dəqiqə vaxtınız olur və bu 2 dəqiqə müddətində mütləq sualları çox diqqətli oxuyun və sonradan özünüzə təyin edin. Hansı suallar asandırsa birinci dinləmədə o dinləmələrə qulaq asın, həmin suallara diqqət edin. Artıq sonra birinci dinləmə bitəndən sonra 2 dəqiqə vaxtınız olur. Həmin 2 dəqiqə müddətində bir daha suallara bir göz gəzdirin və çətin suala bu dəfə daha diqqətli fokuslanın. Bundan sonra artıq dinləmə sualınız, daha doğrusu dinləmə mətniniz səsləndirilmir deyə çalışın ki, dinləməni çox diqqətli şəkildə yazasınız. Kitabçanı açan kimi sadəcə dinləmənizə fokuslanın. Digər reading-dir, short text-də onlara baxmağınıza hələ ki ehtiyac yoxdur. Çünki imtahanın sonuna qədər onlar sizinlə olacaq, amma dinləmə mətni sadəcə 2 dəfə səsləndirilir. Sonra isə artıq təkrar səsləndirilmir deyə oradan çox şey itirə bilərsiniz. Sonra isə artıq yazdınız, keçirsiniz short tekstlərinizə. Mütləq short tekstləri oxuyarkən özünüz diqqətli şəkildə oxuyursunuz mətni və özünüzə bir skan edərkən keywordslərin altına xətt çəkirsiniz. Yəni məktub kimə yazılıb, kimlə yazılıb, necə yazılıb, bunların hamısına diqqətli olursunuz. Burada yazılıb Əziz Kathleen, demək ki, məktub Kathleenə yazılıb. Hi, necəsən? How is it going? Necə gedir işlər? Əvvəlcə deyir, təşəkkür edirəm sənə ad günü kartı üçün, xoş arzuların üçün. That's so nice of you. Bu deyir, çox yaxşı idi. I am organizing a little party for my birthday. Ad günüm üçün deyir, bu Friday-də bir kiçik parti düzənləyirəm və it will be not very big. Bu çox da böyük olmayacaq. Only a few, my best and closest friend. Sadəcə deyir, dostlarım gələcək, ən yaxın və ən yaxşı dostlarım gələcək. You are going to have the party. Deyir, biz partiyə hazırlaşırıq ki, keçirək cousinımın evində. Baxın, bunlar keywordslər deyə altına xətt çəkirəm. I will be to see you there. Mən deyir, ümid edirəm ki, səni orada görəcəm. Love, Mary. Sevgilərlə Mary. Məktubu yazan Mary'dir. Demək ki, ad günü Mary'nin ad günüsüdür və Kathleen ona bir məktub yazır və Mary də ona həm təşəkkür edir, həm də öz ad gününə dəvət edir. A variantında deyir ki, Mary istəyir ki, yalnız Kathleen gəlsin. Xeyr, o istəyir ki, həm də dostları gəlsin. B variantında deyir ki, Kathleen ad gününü keçirdir, öz ad gününü keçirdir. Xeyr, Kathleen keçirtmir, Mary keçirdir və Kathleen də dəvət edir ad günündən. Ona görə B variantı da yanlışdır. C variantında yazılıb ki, Mary asks for Kathleen's help for her birthday. Mary xahiş edir ki, Kathleen ona kömək eləsin. Xeyr, burada elə bir xahiş istək mənası yox idi. Sadəcə ad gününə dəvət etmişdi. Mary təşəkkür etdi Kathleenə öz xoş arzuları üçün və onu dəvət etdi ad gününə. Bəli, bu tamamilə doğrudur. D variantı doğrudur. Y variantında isə deyir ki, Kathleen üzgündür, iştirak edə bilmədiyi üçün Mary'nin ad günündə. Xeyr, bizim Kathleendən heç bir xəbərimiz yoxdur ki, iştirak eləyəcək ya da etməyəcək. Ona görə bu variant yanlışdır. Siz də short tekstləri yazarkən bütün variantlardakı səhvlərə diqqət edin. Altına
6-cı testə baxırıq. Buy our new health sweets. Deyir ki, bizim sağlam şirniyyatlarımızı alın. Onlar deyir az şirniyyat. Bax, diqqət edin, bunlar short keywordslərdir. Deyir onun tərkibində az şəkər var və mükəmməldir hər kəs üçün. Birini al və digərini də pulsuz al. Demək ki, birini alana biri də hədiyyədir. Don't be late to visit our place for these tasty sweets. Bizim bu şirniyyatlarımız əldə etmək üçün bizim yerimizi ziyarət etməyə gecikmə. A variantında deyir ki, şirniyyatlar will be free olacaq, pulsuz olacaq, əgər bir insan ora ikinci dəfə gəlirsə. Burada belə bir cümlə yox idi. B variantda deyir ki, the sweets in this place are not good. Yaxşı deyil buradakı şirniyyatlar. Xeyr, əksinə deyir ki, perfectdir. C variantında deyir ki, ikinci şirniyyat daha ucuz olacaq, sən əgər birini alsan. Daha ucuz yox, tamamilə pulsuz olacaq. Ona görə bu variant yanlışdır. D variantında deyir ki, sağlam şirniyyatların hamısı freedir. Burada əgər bir insan buranı öz dostu ilə ziyarət etsə, belə bir məlumat yox idi. E variantında isə deyir ki, yeni şirniyyatlar çox da şəkər, tərkibində çox şəkər yoxdur. Bəli, bu doğrudur, icab olur. Y variantı. İndi isə 7-ci testimizə baxaq. Bu test mətnləri, short tekstləri tərcümə edərkən qətiyyən tam bir advans səviyyəli tərcüməyə yönəlməyin. Sadəcə özünüzün anlayacağınız tərzdə tərcümə edin. Yəni söz tərcümə edin ki, mənanı tuta biləsiniz. Akademik bir tərcümə qətiyyən burada sizdən istənilmir. Əsas odur ki, siz bu mətni başa düşəsiniz. Qarşınızdakını başa düşməyinə ehtiyac yoxdur. 7-də deyir ki, əzizim ana və atam, mən çox həyəcanlıyam, çünki in a week, bir həftə sonra, in a week növbəti həftə demək, yəni bir həftə içində, I will be with you again for holiday. Bayram üçün mən sizinlə olacağam. Mən I enjoy my job in London very much. Mən deyir, Londondakı işimdən çox həzz aldım. Mənim şagirdlərim çox mehribandılar mənə. Mən bura çatdım. I'll arrive Basil. Mən bu Friday səhəri çatacağam Basilə və can you meet me? Siz məni stationda qarşılaya bilərsiniz. Çünki mənim deyir, çoxlu yüküm var. Love and all good wish Freda. Freda yazıb məktuba, ailəsinə yazıb və deyir, məni qarşılayın, çünki yüküm çoxdur. A variantında deyir ki, Fredanın ailəsi tərk edir Basilə. Belə bir məlumat yox idi. Əksinə Freda çatası idi həmin yerə. B variantında Freda's parents are very excited for the daughter's arrival. Fredanın valideynləri həyəcanlıdır. Xeyr, Fredanın valideynləri yox. Fredanın özü həyəcanlı idi. Valideynlərindən heç bir xəbərimiz yoxdur. C variantında Freda asked her parents to meet her at the station. Bəli, bu doğrudur. Freda istəyir ki, ailəsi onu stationda qarşılasın. Freda wants her family to meet her students. Freda istəyir ki, ailəsi onun şagirdlərini görsün. Xeyr, sadəcə Freda öz şagirdləri haqqında valideynlərinə məlumat vermişdi. Y variantında isə deyir ki, Freda Basilə çatacaq öz şagirdləri ilə. Xeyr, şagirdləri ilə yox, sadəcə özü çatacaq. Short tekstlərdə əsas qayda odur ki, bu cümlədə biraz cümlələr elə bir formada verilir ki, həm şagirdlərdən danışdı, həm çatmağından, həm həyəcanından danışdı və artıq variantlarda hər birini qarışdırdı, mix formada verdi və siz çox məntiqli olmalısınız və çox diqqətli olmalısınız ki, short tekstlərdə səhv etməyəsiniz. Həqiqətən bəzən burada çox tülkü-ibinə suallar olur. O sualları diqqətli yazmaq üçün ona tam fokuslamaq lazımdır. Qətiyyən bu short teksti oxumamış variantları keçin, variantdan qayıdıb mətni taparam, elə bir şey etməyin. Çünki həqiqətən suallar, cümlələr çox çaşdırıcı qoyulur. İndi isə gəlin readingimizə oxuyaq. Mütləq readingə bir dəfə bildiyiniz kimi skan eləyirsiniz və keywordslərin altına xətt çəkirsiniz. Sonra isə artıq sualları yazarkən hansı cümləni hansı tərəfdə oxumuşdursa ona sizə yardım edəcək. Baxaq mətnimizə. Afrika deyir, məşhur qəbilələrdən birinin evidir. Bu Masai qəbiləsidir. Onlar tanınırlar öz unik kostyumları ilə, qeyri-adi kostyumları ilə, adətləri ilə. The name Masai. Masai adı hardan gəlir? The one who speaks Mao language. Bir adam kim ki Ma dilini danışır, bu mənanı verir. Masai insanları çox səyahət edirlər. Bir yerdən digər yerə qrup şəklində gedirlər. Baxın, qrup şəklində sözü keywords orada alone da yaza bilərdi. So, ona görə də onlar evlər tikirlər. Hansı ki can be constructed, qurula bilir bir yerdə asanlıqla. Asanlıqla bir yerdə qurula biləcək evlər tikirlər. Masai evləri palçıqdan hazırlanır və ağac budaqlarından hazırlanır. Evlərin üstü
daha doğrusu otdan olur. It is the job of Masai woman. Deyir ki, Masai qadınlarının işi bu traditional evləri tikməkdir. Bu evləri demək ki, bu qadınlar tikir. Sonra the most famous Masai dance, ən məşhur Masai dansı is Adumu dansıdır. Bu dansın adıdır, rəqsin adıdır. Onlar deyir hoppanırlar. By young men. Cavan insanlar bu rəqsi hoppanaraq ifa eləyirlər. Onlar çalışırlar ki, nə qədər mümkündür o qədər hündürə tullansınlar. Bununla onlar öz strengths, güclərini göstərirlər. Baxın, burada keywords ola bilər. Mətndə bizdən bunu soruşa bilərlər. Masai uşaqları are not named when they are born. Masai uşaqları doğulanda adları qoyulmur. Onlar 3 ayına çatanda onlara ad verilir. Bu periodda ana tək qalır öz uşağı ilə və uşağın da saçı böyüyür. Sonra bir xüsusi tədbir keçirilir. Bu tədbir müddətində uşağa ad verilir və onun saçı kəsilir. Bu nəyi göstərir? The beginning is his life in the community. Onun bu icmadakı həyatının başlanğıcını göstərir. Bu hissədə bizə keywords ola bilər. All of these customs, bütün bu adətlər make Masai tribe interesting for the world. Deyir ki, bütün bu adətlər Masai qəbiləsini dünyada məşhur edir. İndi gəlin bir-bir suallarımızı oxuyaq. Artıq suallarda bizdən 8-ci sualda bizdən false soruşur, səhvi soruşur. Diqqətli olun, mütləq və mütləq mətnləri oxuyarkən başlıqlara diqqət edin. Məsələn, false istəyirsə üzgün işarəsi qoyun ya da minus işarəsi qoyun. True istəyirsə gülmə işarəsi qoyun, plus qoyun ki, beyniniz o sualı algılaya bilsin ki, səndən nə soruşulur. İmtahan stresində həqiqətən bəzən uşaqlar sinonim yerinə antonim seçə bilir, antonim yerinə sinonim seçə bilir. Bu nüanslara diqqət edin. A variantında deyir ki, qəbilənin adı gəlir hardan? Is spoken by them. Danışılan, yəni həmin danışılan dildən gəlir. Bu mətndə var idi, bunu çıxırıq, səhvi soruşur. Deyir ki, ənənəvi evlər Masai qadınları tərəfindən tikilir, yəni onların borcudur tikmək. Bəli, bu da deyilmişdi. Sədə deyir ki, Masai is a group of people, bir qrup insandır ki, hansı ki, həyatlarının sonuna qədər bir yerdə yaşayır. Xeyr, belə bir söz deməmişdi. Demişdi, onlar çox köçürlər və ona görə də asan tikilə bilən evlər tikirlər. D variantında deyir ki, Masai qəbiləsinin Masailər cəlb edirlər dünya diqqətini öz maraqlı adətlərinə görə. Bəli, bu birinci, ikinci cümlədə verilmişdi. E variantında deyir ki, Masai evləri palçıqdan hazırlanır və ağac budağından və otdan hazırlanır. Bəli, bunu da demişdi. Səhv soruşur, o da C variantıdır ki, onlar həyatlarının sonuna qədər bir yerdə yaşamırlar. 9-cu testə baxaq. Mətin nə haqqındaydı? Bunu tapmaq üçün mətnə yalnız qoya bilərsiniz. Yalnız bunun haqqındaydı. Yalnız bu artıq sizə ipucu verir. Mətin Afrikada məşhur bir qəbilədən danışırdı. Bəli, bu doğruydu. Masai kişilərinin rəqsinə. Bunu sadəcə 2 ya 1 cümlədə demişdi. Ona görə mətin tamamilə mətin əsas ideyası bu deyildi. C variantında Masai qəbiləsinin qadınlarının həyatı. Xeyr, təkcə qadınların həyatından da danışmırdı. Çünki onların ümumi öz həyatlarından, uşaqlarından, kişilərin rəqsindən də danışmışdı. D variantında dünyadakı ən qədim adətlər. Xeyr, belə bir şeydən də danışmadı. Y-də isə Masai qəbiləsindəki uşağın saçı. Xeyr, bu da yanlışdır. Ona görə cavab olur A. 10-cu testə baxaq. Masai kişiləri hoppanırlar daha hündürə rəqs edərkən. Nə üçün? Son cümlələrdə yazılmışdı gördüyünüz kimi öz güclərini göstərmək üçün həmin hissəni keywords kimi xətt çəkmişdik. A variantında deyir ki, düşmənləri qorxutmaq. B variantında deyir ki, qəbilənin başçısı olmaq. C variantında deyir ki, to show how strong they are. Göstərmək üçün ki, onlar necə güclüdürlər. 11-ci testə baxırıq. D-də də demişdik ki, daha doğrusu turisti cəlb etmək üçün, pul qazanmaq üçün bunlar yanlışdır. 11-ci testə baxaq. Deyir ki, 3 aydan sonra niyə uşağın saçı kəsilir? Orada deyilmişdi ki, uşağın saçı kəsilir ki, bu qəbilədə onun həyatının başlanğıcını göstərir. A variantında deyir ki, bu inanılır ki, uşaq sağlam olacaq. Xeyr. B variantında deyir ki, göstərir ki, uşağın bu qəbilədə həyatı başladı. Bəli, bu tamamilə doğrudur. C variantında deyir ki, uşaqlar gələcəkdə zəngin olacaq. D variantında deyir ki, uşaqlar bu uşaqları istidən qoruyur. Xeyr, bu da yanlışdır. Y variantında isə deyir ki, o uşaqları pis ruhdan qoruyur. Bu da yanlışdır. 12-ci testə baxaq. True soruşur bizdən. Diqqətli olun, true demək odur ki, mətndə eynisi olsun, mənanı eyni verən cümlə olsun. Masai'lər konstrukt edirlər öz evlərini müxtəlif yerlərdə asanlıqla. Bəli, bunu demişdi, bu doğrudur. Masai insanlarının adları, uşaqlarına ad verirlər, onlar doğulanda. Xeyr, doğulandan 3 ay sonra verirdilər.
Adomu məşhur bir rəqsdir burada. Bəli, bu doğrudur. 1-3 doğrudur. 4-də isə deyir ki, ana və yeni doğulan uşaq başqaları ilə birlikdə yaşayır. Xeyr, demişdi alone, tək yaşayır. Ona görə bu da yanlışdır. İmtahanda da mütləq mətninizi çox diqqətli şəkildə skan edirsiniz. Keywordslərin altına xətt çəkirsiniz. Sonra isə artıq sualları yazırsınız. Qətiyyən əvvəlcə sualları oxuyun, sonra mətndən qayıdın, cümlələri seçim etməyin. Bilirsiniz ki, cümlələrdə çox parafrez olur. Cümlələrin strukturu çox dəyişilir. Sinonimlərlə dəyişilir və o cümlənin eynisini tapmaq çətindir. Ona görə də əvvəlcə mətni oxumağınız daha məqsədə uyğundur. İndi isə gəlin qrammatika suallarına baxaq. Qrammatikada birinci bizdən compound noun soruşulur, yəni mürəkkəb isimlər soruşulur. Hər bir variantdan mürəkkəb olmayanları çıxsaq, A-da poet, B-də salt, C-də cheese, Y-də artist. Bu sözlər çıxır, cavab olur D variantı. Mütləq compound nounslarda iki sözə diqqət edin ki, hər bir söz iki sözdən ibarət olmalıydı. 14-cü testə baxırıq. One of the women stole the research purpose. Deyir, qadınlardan biri oğurladı tədqiqat kağızlarını. D laboratory. Laboratoriyadan oğurladı. Oradan oğurlamaq. Ona görə burada cavab olur Y. 15-ci testdə altına xətt çəkilmiş sözün antonimini soruşur. Yəqin ki, burada feilinin altına xətt çəkilir. Buy. Buy feilini antonimi almaq və satmaq olur. Ona görə cavab olur B. Ümumiyyətlə bilirsiniz ki, imtahanda sizdə 4 dənə leksikologiya testi düşür. Bunları tapmaq üçün mütləq söz bazanız yerində olmalıdır və digər variantları hər birini çıxın. Son yekunda qalan variantınızı mütləq yenə də tərcümə edin və başlıqlara diqqətli olun. Antonimdirmi, sinonimdirmi, ona diqqət edin. Və belə bir definition sualı düşür. Sizə deyir ki, bu sözün mənası nədir? Agree, razılaşmaq, to take something, bir şeyi götürməyə razılaşmaq, hansı ki is offered or given, sənə verilən ya da təklif olunan bir şeyi almağı razılaşmaq, yəni qəbul etmək. Cavab olur B. 17-ci testdə bizə sual verir və sualın cavabında deyir ki, mən əminəm ki, it's Miranda. Mən düşünürəm ki, deyir o Mirandadır. Demək ki, burada soruşub ki, kimlə danışır? Rosie danışır telefonda. Who to? Kimlə danışır? Gördüyünüz kimi burada to var və mənanı who to, kim ilə danışır mənasını verir. Sual söz cümlələrində mütləq və mütləq bu tərcümələrə, yəni cümləni tam tərcümə edin ki, hansı sual sözünü qoymaq lazımdır. 18-ci testdə passive voice çevirdir. Ate keçmiş sayda zaman olduğu üçün olmalıydı. Was, were, eaten. A variantında düstur var. B variantında var, amma ay cümlənin sonuna getməli idi, getməyib. C variantında is eaten indiki zamanda, D variantında sadəcə eaten verilib, düstur yoxdur. Y variantında da I am eaten olmamalıydı, ay cümlənin sonuna getməli idi. Cavab oldu A variantı. Məlumu məhsula çevirərkən mütləq birinci cümləni məhsula çeviririk, sualı cümlənin xəbərini və mübtədanı sona, tamamlığı isə əvvələ gətirməliyik. Əgər testin başlığında can be ya da can't be changed deyirsə, mütləq burada diqqət etməli olduğunuz nüans odur ki, əgər cümlənizdə tamamlıq yoxdursa, bu suallar məhsula çevrilmir. Əgər cümlənizdə tamamlıq varsa, bu cümlələr məhsula çevrilir və sual cümlələri düşsə sizə, sual cümlələrini məhsula çevirmək, o zaman onu xəbərdən bölürsünüz, digər hissəni, xəbər hissəni sonraya aparırsınız və düsturu məhsulda yazırsınız. 19-cu testə baxırıq. Bu da artıq söz bazası tələb edən bir testdir. Burada deyir ki, bu hissəyə elə bir söz qoymalıyıq ki, böyük miqdarda sudur, hansı ki örtür həmişə quru olan bir ərazini. Bu olur flat, daşqın. Cavab olur burada A variantı. 20-ci testdə isə modal feildir. Modal feillərə çox diqqətli olun və modal feillərin içindəki about to və due to-lara diqqət edin. Əgər cümlənizdə konkret zaman varsa, ora qoyurduq due to. Əgər cümlənizdə konkret zaman yoxdursa, ora qoyurduq about to. Və burada soruşur ki, after, uşaq yatandan sonra, bu cümlə indiki zamandır deyə, qarşı tərəfdə indiki zaman olmalıydı və əvvəlcə strukturda səhvləri çıxaq, coolda to olmaz, might'a to olmaz, was able-un to'su yoxdur, A variantı am able to olmaz, cavab olur B variantı. Və 21-ci sualda da eyni qayda, yesterday var, yesterdaydən sonra keçmiş sayda olmalıydı. Cavab ya B ya da C variantıdır. İkinci tərəfdə artıq deyir ki, dünən mən məktub yazdım valideynlərimə və onu göndərdim. Əgər cümlədə and varsa, hər iki tərəf eyni zaman olmalıdır. Send indiki zamandır, cavab olur C variantı send. 22-ci testə baxırıq. Burada bağlayıcı testidir. I have been to
the restaurant once. Mən deyir ki, bir dəfə bu restoranda olmuşam. Gördüyünüz kimi zaman uzlaşması pozulub. Have been və opened. Ona görə biz bura since seçməliyik. Çünki bu bağlayıcılardan sadəcə since-də cümlədə uzlaşma pozulur. Deyir ki, bu restoran açılandan bəri mən bir dəfə olmuşam. 23-cü test yenə söz bazası tələb edir. Yaxın mənalı sözləri soruşur. Tiny balaca, big böyük, better yaxşı, worse pis, healthy sağlam, ill xəstə, quiet sakit, noisy səsli. Cavab olur Y variantı, qədim və köhnə. 24-cü testə baxırıq. Bu testləri yazarkən mütləq başlıqlara diqqət edin və sona qədər deyin ki, məndən sinonim soruşur, məndən sinonim soruşur. Çünki bəzən həqiqətən imtahanda ən çox çaşdırıcı nüanslar bunlar olur. 24-cü testə baxdıq. Most var. Most dangerous. Most-da Z artiklı qoymalıyıq. İkinci tərəfdə class var. In Z class olur. Cavab oldu C. 25-ci testə baxırıq. Of var və Village-dən əvvəl product sözü verilib. Ofun birinci tərəfinə baxırdıq. Product cəm olduğu üçün xəbər də cəm olmalıydı. Cavab oldu 1 və 2 və 3, 4 yanlışdır. Bununla da test izahımında sonuna çatdıq. İnşallah ki, imtahan üçün faydalı olar sizə. Siz də imtahanda vaxtınızı düzgün bölün ki, sualları daha aydın yaza biləsiniz. Əgər videomuz sizin üçün faydalı, yararlı oldusa, kanalımızı bəyənməyi, abunə olmağı, paylaşmağı unutmayın. Hər birinizə təşəkkür edirəm.